Avtomobili başqaları sürür, amma cəriməsi mənə gəlir. Mənə dayanma durma cəriməsi gəlir. Radar cəriməsi gəlir. Sürücü vəsiqəmə bal yazılır. Niyə? Çünki son etibarnamə mənim adımadır. Belə problemlə yəqin ki, çox sürücülər rastlaşıbsınız. Çünki sizə verilən etibarnamə müddəti bitənə qədər, əgər son etibarnamə sizin adınıza idisə, bütün cərimələr, həmin avtomobilə məxsus cərimələr sizin sürücü vəsiqənizə yazılır. Artıq bu problemdən çıxış yolu öz həllini tapıb. Bunun üçün e-polis mobil tətbiqini yükləyirsiniz. Burada avtomobillərim, yəni idarə etdiyiniz avtomobilin nömrəsini qeyd edirsiniz. Burada plus işarəsinə toxunursunuz. Orada mülkiyyətimdə olan nəqliyyat vasitələri, yaxud etibarnamə əsasında idarə etdiyim nəqliyyat vasitələrinə toxunursunuz. Həmin nəqliyyat vasitəsinin nömrəsinin üstünə toxunursunuz. Orada başlama və bitmə tarixlərini ayarlayırsınız. Yəni həmin avtomobili hansı tarixdən hansı tarixə qədər siz idarə edəcəksiniz. Bu ayarları tənzimlədikdən sonra həmin avtomobilə aid cərimələr həmin avtomobili idarə edən şəxsin sürücü vəsiqəsinə yazılacaq. Belə məlumatların çox olması üçün videonu bəyənin və bizi izləmədə qalın. Diqqətiniz üçün təşəkkür edirəm.